Salam əziz kanal izləyiciləri, bu gün sizləri Binəqədi qəsəbəsindən salamlayırıq. 3 sot yarımın içində gördüyünüz kimi belə bir gözəl 2 mərtəbəli həyət evimiz satışa çıxıbdır. Evimiz şəxsi tikilidir, orta monolitli, gördüyünüz kimi yeri istifoldur. Evimizin qonaq otağıdır, gördüyünüz kimi belə bir giriş hissəsi var. Zəhmət olmasa çəkək, ətraflı göstərək. Evimizin giriş hissəsidir bura. Evimizin qonaq otağıdır. Evimizin birinci mərtəbəsində yerləşir evimizin bu hissəsində sanuzeli. Şəxsi tikili, gördüyünüz kimi belə bir gözəl 2 mərtəbəli həyət evimiz satılır. Burası isə evimizin mətbəx hissəsidir. Gördüyünüz kimi bahalı mebellərdə hamısı çox səliqəli belə mətbəxi var. Ətraflı çəkək, göstərək. Burada isə ikinci mətbəxidir evimizin. Balıq da pişirmək üçün əlverişli yerdir. İyi falan gəlməsin. Qalxaq evimizin ikinci mərtəbəsiyle tanış olaq. Bir dənə zəhmət olsa bu hissədən də ətraflı çəkək, göstərək. Birinci mərtəbəni. Evimizin ikinci mərtəbəsini gördüyünüz kimi giriş hissəsidir. Koridorudur. Burada isə yerləşir bir yataq otağı, ətraflı çəkək. Burada isə yerləşir evimizin sanuzeli, ikinci mərtəbənin. İkinci mərtəbənin sanuzeli. Burada isə ikinci mərtəbənin ikinci yataq otağı. Burası isə çox geniş belə bir yataq otağıdır. Yataq otağının içərisində sanuzeli də var. Ətraflı bir geniş çəkək, göstərək. Burada isə sanuzel də var, gördüyünüz kimi. Evimizin balkon hissəsi də var. Düşə aşağı ben həyətindən tanış olaraq. Evimizin belə həyətidir, gördüyünüz. Bir dənə çölünün görünüşünü göstərəyim. Ətraflı çək göstər. Evimiz şəxsi tikili, orta monolitli. Belə bir gözəl həyət evimiz satılır. Evimizin ətrafına rahat şəkildə keçmək olur. Həyətində sanuzel də var. Həyətini bu tərəfində göstər, zəhmət olsa göstərsiniz. Belə bir həyətinin görünüşüdür. Həyətində sanuzeli, mətbəxi də var. Sanuzeli, mətbəxidir. Burada isə qarqafıdır. Həm də komboda.
Evimiz yerləşir Binəqədi qəsəbəsində, marşrut dayanacağına yaxın. Gördüyünüz kimi belə bir səliqəli, şəxsi tikili, orta monolitli, belə bir gözəl həyət evimiz satılır. Bu evlə bağlı, qiymətlə bağlı kimi sualları varsa, bizim də aşağıdakı nömrələrlə mütləq əlaqə saxlasın. Sağ olun, salamat qalın.